Elan mətni ilə davam edirik. Baxa, 11-ci sual. Mətndə barədə məlumat var. Odunçu ilanla qarşılaşanda həmişə qorxu hissi keçirir. Yox, biz bunu görmürük. Çünki birincisində mərhəmət hissi keçirir. Yazığı gəlir ona. Yazığı gəlirsə, deməli həmişə qorxu hissi keçirir. A səhvdir. İlan sacmasaydı, oğlan onu balta ilə vurmazdı. Yox. Oğlan öz nəfsinin qurbanına çevrilir burada. Ona görə ilan onu sancır. A-nı çıxırıq, B-ni çıxırıq. Odunçu ilanla eyni gündə 2 dəfə qarşılaşır. Hə, bu düzdür. Birinci gün birinci gün su verəndə qarşılaşır. Sonra yolla gələndə ilan onun qarşısına çıxır və neynir? Qızıl verir ona. Ona görə cavabımız olacaq elə C variantı. Oğlan ilana süd aparmaqdan bezir. Yox, süd aparmaqdan bezmir. O sadəcə öz nəfsinin qurbanına çevrilir. O qızılın yerini öyrənmək istəyirdi. Odunçu oğluna ilanla ehtiyatlı olmağı tapşırır. Yox, sadəcə ona tapşırıq verir ki, süd apar, o da qızıl verəcək. Ona görə E variantını da götürə bilmərik. 12. Euler-Venn diaqramındakı hansı fikirlər yanlışdır? Odunçu, odun satmaqla varlanır. Yox, odun satmaqla varlanmırdı, səhvdir bu. Çünki nəyə görə varlanır? Gedir, ilan ona qızıl verir. Sonra ilanla bağlı əhvalatı digər şəxsə danışır. Hə, danışır, oğluna danışır. 2 burada düzdür. 2 düz oldu, yanlışları istəyir bizdən. Biri götürəcək. İlana süd verir, hər ikisi verir. Birinci gün oğlan verirdi onu. Sonra neynir? Ertəsi gün südü aparır, ilanı güdür. Ona görə 3'ü də düz götürəcək. Elə 2 ilə 3'ü çıxın burada. 2, 2, 3, qalır 1, 5, 1, 4. Tamahının qarşılığını həyatı ilə ödəməli olur. Hə, oğlu tamahının qarşılığını, nəfsin qarşılığını ilanın sancması ilə ödəyir və neynir? Ölür. Atasının tapşırığı belə deyək, qırdığı odunu şəhərdə satır. Yox, atasının tapşırığı bu deyildi onsuz da. Süd verib qızıl götürməkdir. Ona görə də cavabımız olacaq nə? C variantı elə. Sonra altından xətt çəkilmiş ifadə ilə bağlı. Özünə gəlmək halı yaxşılaşır, düzdür. Məcazi mənadadır, düzdür bu da. 1-2, həqiqi mənadadır, səhvdir. Sağalır, orada yaralı deyildi ilan, sağalsın. Ona görə 5'i də çıxırıq. 3'ü də çıxırıq, həqiqi mənada deyil. Qalır cavabımız nə? 1, 2, 4, D variantı. Mətndə nəyin səbəbini müəyyən etmək mümkündür? Nəyin səbəbini müəyyən etmək mümkündür? Baxaq, ilanın dilinin çıxarmasını. Baxaq, var idi o? Hə, var idi. Nəyə görə çıxarmışdı dilin? Susuz idi, ona görə. Susuz olmağının səbəbi vardı. Odunçunun kasıb olmağının səbəbi yoxdur mətndə. Mətn elə kasıb bir odunçu var imiş kimi başlayır. Sonra odunçu peşəsini seçməyin bu barədə də məlumat yoxdur. Odunçu meşəyə getməsinin səbəbi hər gün səhər qalxıb gedir. Çünki odun qırıb şəhərə satmağa aparırdı. Ona görə 1 də düzdür, 2, 3 səhvdir, 4 düzdür. Baltadan istifadə edilməsinin səbəbi bunu oğlana aid eləyə bilərik. Çünki ilanı öldürmək istəyirdi ki, qızılları oradan götürə bilsin. Ona görə 1, 4, 5 cavab elə D variantı. Mətnə əsasən doğru fikirdir. Baxaq, odunçu mərhəməti onun varlanmasına səbəb olur, düzdür. 1'i götürə bilərik. Oğlanın ehtiyatsızlığı ilanın yaralanması ilə nəticələnir. Ehtiyatsızlığı deyil bu. Sadəcə onu eləmək istəyirdi? Öldürmək istəyirdi. Ona görə 2 səhvdir. 3'ə baxaq. Odunçu ilandan qisas almaq üçün onunla dostluğa davam etmək istəyir. Yox, ilandan qisas almaq üçün istəmirdi bunu. Nəyə görə istəyirdi? Yenə də həminki adəti davam elətdirmək üçün. Elə yenə varlanmaq üçün. Oğlan atasının tapşırığına əsasən ilanla süd qızıl mübadiləsi aparır, 4 düzdür. Odunçunun artıq tamahı oğlunun ölümü ilə nəticələnir. Yox, artıq tamahı oğlunun ölümü ilə nəticələnir deyil bu. Oğlanın artıq tamahı elə öz ölümü ilə nəticələnir. Ona görə 5'i də götürə bilmərik. Cavabımız olacaq nə? B variantı. Sonra baxaq nə baş verir burada. Demək, 16'da mətndəki əsas fikirlə səsləşən. Neynir? Dostluq, belə deyək, dostluq qurulur odunçu ilə ilan arasında.
Dostluq şüşə kimidir, sınsa bərpa olunmur. Sonradan bu dostluq nəyə çevrilir? Deyir ki, məndə bu quyruq acısı, səndə də bu oğul yarası varsa, biz yenidən dost ola bilmərik. Ona görə birinci fikri buna aid eləyə bilərik. Çünki ikisinin də belə deyək də hisslərinə toxunulur ən azından. Hisslərinə toxunulur, bir oğul hissi, bir də öz canının yaralanması hissi ona ziyan vurur. Biri götürərik. Yaxşı oğul neylər ata malını, pis oğul neylər ata malını. Bu ikinin adiyyatı yoxdur mətndən. İlanın ağına da lənət, qarasına da. Bu ilanın ağına da lənət, qarasına da lənət deyəndə ilandan gələn xeyrə belə lənət oxuyurlar. Yəni burada bu mövzuda mətndə məlumat yoxdur. Əksinə ilanın arasında nə qurulur? Bir dostluq mərtəbəsi qurulur. Bəzi yaralar sağalmır və köhnə münasibəti saxlamaq mümkün olmur. Düzdür, bunu ilan da deyir. Deyir ki, səndə bu oğul yarası, məndə də bu quyruq acısı varsa, biz yenidən dost ola bilməyik. Ona görə cavabımız olacaq nə? C variantı. Mətnə əsasən yanlış fikirlər. İlan xəsarət alır, doğrudur. Balta ilə quyruğun zədələyir. Yaxşılığa yamanlıq edir. Yox, ilan yaxşılığa yamanlıq edir məsələsi deyil. İlan onsuz da süd verirdi, qızılı da verirdi. Orada elə yaxşılığa yaxşılıq eləyirdi. Oğlan elə yaxşılığa yamanlıq eləyir. 2 səhvdir. Səhvi bağışlayır, güzəştə gedir. Bu da səhvdir. Cavabımız elə olacaq. C variantı. Dostluğu pozmağa məcbur olur. Dostluğu pozmağa məcbur olur. Düzdür. 1 ilə 4 düzdür. Yanlış fikirlər istəyir 2, 3. İlanı ilk dəfə görəndə odunçuda mərhəmət hissi yaranır. İkincidə qorxu hissi yaranır. Birincidə mərhəmət hissi yaranırdı. Orada mətndə görünür. Birincidə öz halına, ilanın halına yazığı gəlir, onun halına acıyır. Ona görə cavabımız olacaq nə? D variantı. Əsas hissəsi əsasında 2 bənddən ibarət plan. Bunu çox rahatlıqla odunçunun mərhəməti deyə bilərik. Odunçunun mərhəməti deyə bilərik. Və yaxud oğlanın nəfsinə qurban getməsi. Bu 2 bəndi rahatlıqla qura bilərik. 20-də ilanla odunçunun dostluğu hansı dəyərlərin üzərində qurulub? Bu elə belə deyək, mərhəmət dəyəri üzərində qurula bilər, qurula bilər. Dostluq dəyərləri üzərində qurula bilər, qurula bilər. Yəni yaxşılığa nə edirlər? Yaxşılığa yaxşılıqla cavab verir. Mərhəmət dəyərləri üzərində, yaxşılıq üzərində. Yəni bu 2 fikirləri də rahatlıqla yaza bilərsiniz.